Canlı yayına qoşulan həm qazi anası, həm də şəhid bacısı olan xanım əməliyyatı üçün evini əlimyanda ucuz satdığını və sırf Damlaya görə o evi kim istəsə 11.000 manata verəcəyini açıqladı. Damla yayında bir yaşlı qadının gündə çıxıb onu söyüb təhqir elədiyini bildirdi. Mən heç o qadını tanımıram, realda belə görməmişəm, amma mən Xoşqədəm xanıma söz vermişəm. Efirdə söyüş söymürəm, amma məni söyənlərin cavabını verirəm. Mənim haqqıma girənlər it kimi öləcək. Canlı yayında danışaraq atasının üzündən mən bu gün deyəm deyə bildirdi. Heç kim yox, doğmalarımızın belə bizə elədiyi pisliyi heç kim etməyib. Doğma atam məni küçələrə salıb. Atam məni Türkiyəyə pula satdığı üçün mən bu gün deyəm, getmədiyim üçün. Mən bugünkü gündə pis ola bilərəm. Niyə pisəm? Çünki mən doğruları deyirəm. Hamı məni susturdu. Hətta doğma anam belə məni susturdu. Gəlin videoya baxaq. Bəyənməyi, abunə olmağı unutmayaq. Bizim qonşumuz 25.000'ə satdı, 2 otaqlı, özü də opşi koridordu onlarda. Nə sənədi var idi, nə qeydiyyatı var idi. 2.000 manat verdi, sənəd düzəltdirdi. Qeydiyyata da düşdü sənədində, amma məndə qeydiyyat var, sənədi yoxdur. Sənədi də 1000 manatdır, ya haçan pul olar, geçsin onda da düzəltdirsin. Qeydiyyata, mən çıxıb gəlsin, düşsün qeydiyyatı. Qeydiyyat o qədər baha deyil ki, ucuzdur qeydiyyat. Onu da Asant xidmət həll edir. Laf belə pis çıxmasın. Damla üçün, başqa adam üçün yox, Damla üçün. Damlaya kimsə almaq istəsə, mən onun Asant xidmət bir də baxanda balkondan görünür. Kimsə almaq istəsə, onu gəlib qeydiyyata düşməyini soruşaram. Görüm neçəyədir, Damların qeydiyyatına da köməkli eləyərəm. Gücüm çatandan köməkli eləyərəm, geçsin düşsün qeydiyyata. Damla üçün, başqa adam üçün yox. Mən onun o körpəsinə görə. Çünki mən özüm də o 2 körpəyə baxmışam, yetimçiliklə bala böyütmək, əzab əziyyət çəkmək nə olduğunu mən bilirəm. Zahid Məmmədova, onu ispat eləyəməyənin, and dostum Allaha, anasını çıxartacam terasa. Zahid Məmmədov, əgər ispat etməsən, yəni sənə deyirəm də. Deyir, Damlanın 2 mərtəbəli evi var binədə. Subutu sənətli gətirməsən Xoşqədəm yaxşı eləyir, belə 5 yerdə var. Gətirməsən, Zahid Məmmədova, inan Allaha, sən deyirəm nəsli taparam. Getsin Damla, boş ver getsin. Evi olan gəlib kiminsə kiraya haqqı vermir, ayda 200 manat, 300 manat. Gedər bir damxada oturar, 300 manatı balasına yedizdirər. Düşüncəsiz adamlardır. Qoy nə deyirlər desinlər. Nə əsəb keçir Damla. Sana bir dənə söz deyim, məni belə kör eləyən əsəb olub. Sinirdən mən gözlərim tutulub, başıma dönüb. Onlar qıcıqlandırır, insan deyir, adam dözə bilmir, məcbursan cavab verəsən. Amma ki, boş ver geçsin. Düz deyir, boş ver, sən onlara cavab verməsən, onlara cavab versin. Kim nə deyir? Kim nə deyir? Yox, Elvin qardaş, deyirəm ki, tutalım ki, varımdır, sənətli subutu gətir ver Xoşqədəm xanıma. Boş ver. Damlanı gözünə. Sən onlara cavab vermə, sən onlara cavab vermirsən, qabağa gidəcəksən. O günləri Damla gördüm, verilişdə sağ dedilər ki, Damlanın eşeği öldü, analizi təmiz çıxdı, heç kim pul atmayacaq. Allaha qurban olum, sən ruzunu Allah'tan istə, bəndə kimdir ki? Ay bibim, mən bugünə qədər, Elvin qardaş, burada hamı desin, mən heç o xəstəliyimə görə pul yığmamışam, Elvin qardaş. Demişəm, o xəstəliyə gələn pullar var, heç gəlməsə ondan yaxşıdır. Xəstəlik olmasın, sağlam canım olsun, qurban olduğum Allaha. Sağlam bir canım olsun. Məndən heç bir pul gəlsin, oradan buradan gəlsin. Qurban olduğum Allaha. Damla, insanı məhv eləyən əsəbdir. Mən bu şəkəri əsəbdən tapmışam. Əsəbdən. Mənim bu 2 gözümdə sinirdən tutulub. Yəni görmürəm. Mən güclü pol verəyəm, mən 3 ayda işsizəm. 4-cü aya keçib. Sinirdən gözlərim də görmür də. Yəni işləmək qabiliyyətimi itirmişəm. Amma şəkərə qalsın da hamı şəkərdir də. İğrəmi vururum, gəlib işimi işləyirəm. Amma bu gözə görə mən gedə bilmirəm. Məsələn, evdə bir işimi görə bilmirəm normal. Gözlərim görmür. Mən də istəyirəm ki, o evi satım, biraz verəcəyim var. Həm də ki, biz ev alasıyam mən. İndi 5 aya, 3 aya, indi Allah hamıya qismət eləsin, içində də bizə. Həmən ev alacağım, həm də ki, o evi satıram, həm müalicəmi elətdirim bu gözümə görə. Mənim indi gözümü həkimə bir dəfə getmişəm, deyir, beynində qan sızmadan tromplaşma var, göz divarları qan tromplaşıb da, ona görə bir sinirdəndir. Gözümdə çəpləşmə gedir. Başa düşdünmü? Gərək o əməliyyat olar. İndi də onun əməliyyatı yəqin bir 2000 lira dolar. Yəni kasıb adamam, o pul məndə harda verəcəyim var. Axı özümə görə problemim var. Amma Damlaya görə
Elvin qardaş, kim istəsə o evi 11.000 manata verirəm. Pilyusda. Damlanın o evə qeydiyyata düşməyinə Asad xidmətdən soruşacağım. Ən azından yəqin ki, bu şəhid ailələrinə, qazi ailələrinə güzəşt var da. Orada nə qədər güzəşt eləsələr, Damlaya görə nə qədər pul istəsələr, 500 istəyər, 1000 istəyər, bilmirəm nə istəyəcəksə. Mən ona da kömək eləyirəm. O körpənin xatirinə. Bir də Damlaya söz vermişəm ki, o evimi satacağım, 200 manat pulu Damlaya verəcəm. Can bizim can. Sen yaxşı ol, qadana alalım. Allah sənin ürəyinə görə versin. Deyil bir insan. O Romantika kartı yazılaya da romantika. Damlaya pul verəcəm o evdən. Çünki bu mənim dilimdən çıxıb, ürəyimdən gələn bir şeydir. Qaldı ki, o kim pis yazır, kim yaxşı yazanlara Allah balasını saxlasın. Yaxşı yazanlara, yaxşı söz deyənlərin Allah köməyində olsun. Pis yazanlara da Allah insaf versin. Nə deyə bilərik? Torba deyil ki, ağızların birinin ağzını yumarsan, ikisinin ağzını niyə? Sən ruzunu Allah'tan iste. Həmişə bibi, həmişə Allah'tan. Allah demişəm bibi, Allah. Allah mənim ruzumu versin. Rəbbim imdadıma çatsın. Sənə kim dəstək olur, kim köməklik eləyir? Allah balalarını saxlasın. Allah balalarını xoşbəxt eləsin. Allah bu Elvin qardaşımıza ruzu versin, can sağlığı versin. Allah onu xoşbəxt eləsin. Sənin o balavın savabı, sənin o savabın o kömək eləyənlərə bəs eləyər. Əlbəttə bibi. Bibi ümumiyyətlə burada nə qədər insanlar var, kim kimə əl tutur, Allah da onun əlinə tutsun, Allah da onun imdadına çatsın. Burada Boş çox ver. insanlar bibi. Mən sana bir dənə söz deyim ki, əsəbi insansan, mən də eləyəm. Amma əsəb yıxan evi heç nə yıxmır. Yenə deyirəm, bax, məni şəkəri əsəbdən tapmışam. Sinirdən də gözlərim tutulub. Mən bu gündən Primorskiyə getmək istəyirəm. Nədir ki, 1 saatlıq yoldur məsələn. Mən məcburam taksi sifariş edeyim. Çünki mən yolu keçə bilmirəm. Qorxuram. Özüm cəhənnəmə. Kimsə bədbaxt eləyərəm, maşın vurar. Yəni mən özümü yox, kimisə fikirləşirəm ki, insanım Bibi sən hardasan? Gəlin mən səni aparım bibi. Yox, sənə canım qurban. Yox, ürəyim qurban. Vallahi gəlin səni aparım Allah'a. Təmannasız aparım bibi. Yox, başa dönərəm. Yox, Damla, yox. Elizabeth. Yox, kəsib Damla. adamsan sən. Yox. Ay Damla, Rusiyadan sənə 2 dənə məktub gəldi. Allah köməkləri olsun. Allah balalarını saxlasın. Allah haqqı. Yenə cura çıxmaz ki. Cura birisi gəlir. Yo, onunla görəcəm. Allah yaxşı insanlara kömək olsun. Buradan da o Elizabeth xanıma təşəkkür eləyirəm. Romantika indi yəqin ki Aygün xanım, Papatya xanım, Elizabeth, hər birini bibi. Hər kim sənə dəstək olur ha. Allah canlarına can sağlığı versin. Amin bibim, Allah amin. balası var, balasını xoşbəxt eləsin. Amin bibim. Allah yaxşı yol, yaxşı yerdən onlara qapatsın. Allah onları xoşbəxt eləsin. Qaldı ki, Elvin qardaş, mən sənə bir Azərbaycanlı qadını kimi deyirəm, bir qazi anası kimi, bir şəhid bacısı kimi. Sənə çox minnətdaram, təşəkkür eləyirəm ki, sən Damla kimi bir xanıma, nə bilim o gün o bir xəstə qardaş çıxmışdı, qazi qardaş, elə bir insanlara köməklik eləyirsən, yardım eləyirsən. Allah ürəyində nə arzuların var, arzularına çatdırsın. Amin. Allah sənin o doğub boya başa çatdırdığı anavın əllərindən öpürəm. Yaşayırsa Allah ömür versin. Rəhmətə gediblər, Allah rəhmət eləsin. Allah, nə bilim, ürəyində nə arzun var Allah arzulara. Balalarıma nə arzuluyuramsa, bax sizlərə də onu arzuluyuram. Yaxşı insanlara Allah kömək olsun. Pislərə də Allah insaf versin. Niyə? Gördüyü odur. Amin bibim, amin. Gördüyü evindəki, indi bayaq sən kimsə nəsə yazdı, deyirsən ki, anon falan. Mən bir söz nə fikirləşirəm, deyirəm ki, bir ana evlat böyüdür, içi mən qarışıq. Tutalım, mənim oğlum gedib kiminsə, mənim oğlumun TikTok-u zadı yoxdur. O tərbiyənin yiyəsi də deyil ki, girsin TikTokda kiməsə söysün. Mənim elə bir uşağım yoxdur. Əgər mən naprimer çəkirəm, bugün mən evlat böyütmüşəmsə 25 yaşında, biri 28 yaşı var. Girib TikTokda istəyir, düz adam olsun, istəyir əyri adam olsun, hər kəsin öz şəxsi həyatı var. Girib orada söyüb.
Əgər bir oğlan anasına o sözləri söydürürsə, vallah Allah nəhlət eləsin. Çünki o ananın nədir günahı? Ana demir ki, sən məsələn oğlumun adı Fəriddir. Mən Ceyhunə demirəm ki, sən get damlanın canlısına gir damlaya söy, ya artıq əskitlə. Elə insanlara, elə oğula, elə qızı Allah nəhlət eləsin. Amin bibi, amin. Bir insanı alçatmaq olmaz. Biz Yox, həmişə... bibi, bilsən nətər, bibi? Bir bax ki, bax, mən Xoşqədəm xanım sağ olsun mənə dedi ki, bax, mən utandım, həqiqətən çox pis utandım bibi. Dedi, qızım, qadın söyüş söyməz, düzdür. Mən söyüşü elə söymürəm, ha, sadəcə məni təhqir eləyirlər, axtıq əsil deyirlər, mən də cavabını verirəm. O demək deyil ki, mən söyüm, belə oldu, belə, mən eləmirəm onu. Onu demirəm ki. Amma mən o söyüşü buraxdım bibi. Amma bugünkü gündə sən gəlirsən. Allah, sənə bir dənə söz deyim. Hə. Mən dünən sənə yazdım, sonra zəng elədim, səndən gördüm zəng çatmır da sənə. Sənə o tərbiyədən danışan qadının, qadıncığazın. Dünən bir videosu çıxıb mənim qabağıma, onu götürmüşəm. Onu sənə göndərsəm, deyərsən ki, bu hansı tərbiyədən, bu hansı əxlaqdan, bu hansı şərəfdən danışır. Var, Ona görə də eləsini var ha. Burada bax, bir dənə yaşlı qadın var bibi, biz bunu tanımırız. Nə Elvin tanıyır, nə mən tanıyırıq. Qadın gündə çıxır bizi söyür, gündə çıxır təhqir eləyir, gündə çıxır tənqid Deyirəm, eləyir. paylaşıb orada gicgicənin birisidir. Yox, sən siz nə istəyirsiniz? Dünən nə səs atmışam ki? Səni həqiqətən polisə verəcəm. Ha, bax 2 nəfər sənin adında mənə yazıb ki, vermə onu polisə. Güzəş getmişəm, bu dəfə güzəş getməyəcəm. Sən mənim şəxsiyyətimi, müəllimi nə təhqir eləyirsən? Nə qədər düzgündür? Sən Allaha necə can verəcəksin? Sən Allaha necə can verəcəksin? Sən qoca qadınsan, sənin evladın var. Sən durursan, sən mənim anamı təhqirsən, kimsə mənim anamı təhqir eləyirsən? Nasıl mən anamla danışmıram? O qadın girib bibi, çünki haqqa girib buna şər bir atıb. zülmə görə də damla. Kim nə edir ha? Bu dünyada yox. O Allah Bibi, alın dostum, bax, balamı əziz canlı mən o qadını tanımıram. Heç realda belə görməmişəm mən onu. Boş ver getsin. Allahı bilsin, Allaha həvalə elə. Mən sənə o günlərimdə dedim ki, Damla, mən yoldaşım rəhmətə gedəndən sonra Məlik, ətrafım yox ha, mənim öz doğma bacı qardaşlarım o qədər sözlərlə əziyyət veriblər. Gərək insanı döyüb əziyyət verəsənmi? Sözlərlə o qədər əziyyət veriblər. Sənə bir söz deyim mi bibi? Amma Allah bir hamısını çıxartdı balaların qabağıma. Elvin qardaş. Mən Allahımdan naşükür deyirəm. Şükür bugünkü günümə. Bibi, sənə bir söz deyim mi? Mənim nənəm. Mənim anamı o qədər döydürürdü ki, cada əməl edirdi ki, heç bir evi dalsın da. Onun dostum Allah bilsən necə öldü. Et kimi can verdilər onlar, et kimi. Babam da nənəm də et kimi can verdi. Çünki mamama çox zulüm çəkdirdilər. Mamama eləmədi qalmadı. Mamamı küçəyə yağışda attırdılar. Yağışda, mamam yağışda yatdı. Mamam yağışda yatdı, döydürürdü, əmridi, gətirdi qapıya soxurdu, yastıqların altına soxurdu, hər şey əlindən gələni elirdi. Bizim adımıza ləkə qoyurdu nənə. Nənə bizim adımıza ləkə qoyurdu. Qoyurdu onu. Amma gözümün qabağında nənə infarkt keçirdi suyun içində. Onu mən qaldırdım. Et kimi öldülər, et kimi. Əlbəttə haqqa girən elə olacaq. Bir dəqiqə deyən, Çiçək Zübra. Ay başıma dönüm, yaxınların bizə elədiyi pisliklər heç bir başqası eləməyib. Doğmalarımın bizə elədiyi pisliklər. Mən bugünkü gündə doğma atamın üzündə mən bu küçələrdəyim. Siz bilirsiniz onu? Mən Allah pis ataların bəlasını versin. Mən atama görə bu küçələrdəyim mən. Mən niyə bu gündəyim mən? Mən niyə oxumamışam ha? Doğma atam eləyib. Doğma atam məni bu küçələrə salıb. Bildin? Doğmalarımı elədiklərdi, mənə başqası eləməyib. Gözəl xanımlar, ay qardaşlarım, ay bacılarım, heç kim evin içini heç kim bilmir. Heç kim insanın nə çəkdiyini bilmir. Başınıza dönüm. Bu günlərin xalamın da imkanı var, dayımın da imkanı var, hamısının imkanı yaxşıdır. Ya yoxdur imkanları. Ya yoxdur. Eləsi var, imkanı çoxdur, uşağı yoxdur. Elvin qardaş, hər kəsin imkanı yaxşıdır. Başa düşdün? Mən bugünkü gündə, mən bu küçələrə düşmüşəmsə atamın üzündən düşmüşəm. Atam məni Türkiyəyə satdığı için. Məni bax, pula satdığı için mən bu gündəyəm mən. Mən getmədiyim için. Bugünkü gündə mən pis ola bilərəm. Niyə pisəm? Çünki doğruları deyirəm. Çünki düzünü mən bilirəm. Məni hamı susturdu. Hamı məni susturdu. Doğma anam bile məni susturdu. Yazıblar